Siz dəyişən deyilsiniz, siz həlsiniz. İmtahan qapalı çoxluq deyil. Əziz riyaziyyatsever və ya məcburiyyətdən sevən gənclər. Artıq buraxılış imtahanı adlanan o mürəkkəb təminin həllinə çox az bir zaman qaldı. Bilirəm, bəzilərinizin beyninə neyronlar y bərabərdir x kvadratı funksiyasının qrafiki kimi arta gedir. Bəziləriniz də bu qədər düstur hara sığacaq deyə düşünürsünüz. Gəlin biraz riyazi danışaq. İmtahan stresi bir C sabiti kimidir, konstantdır. Törəməsini alsanız sıfıra bərabər olar. Yəni, o sizin biliklərinizin surətinə təsir etməməlidir. Həyəcanınızın sizi limitə yaxınlaşdırmasına icazə verməyin. Çünki sizin potensialınız sonsuzluğa gedir. İmtahanda mənfi əlamətli bir kiçik diqqətsizliyin bütün tənliyin həllini dəyişdirdiyini bilirsiniz. Amma unutmayın ki, 2 mənfi 1 müsbət edir. Bir səhv etsəniz belə, unutmayın ki, ondan çıxaracağınız dərs sizi uğura, müsbətə aparır. Amma çalışaq ki, o mənfi hər zaman mötərizə xaricində qalsın. Siz dəyişən deyilsiniz, siz həlsiniz. Həyatınızı sadəcə bir X dəyişəni kimi görməyin. Siz o tənliyin yeganə və doğru köküsünüz. Həllisiniz. Heç bir test tapşırığı sizin intellektual radiusunuzu ölçə bilməz. Pascal üçbucağı kimi hər sətirdə daha da böyüyürsünüz. İmtahan qapalı çoxluq deyil. Bu imtahan son deyil. Sadəcə bir keçid intervalıdır. Aralıq açıqdır. Qarşıda sizi sonsuz imkanlar gözləyir. Trigonometriya kimi həyatın eniş yoxuşları, yəni sinusları, kosinusları həmişə olacaq. Amma əsas odur ki, siz öz oxunuzdan, yəni mənliyinizdən heç bir zaman ayrılmayın. Kitabları bağlayanda bəlkə də düsturlar hamısı qarışacaq, amma sizin məntiqiniz həmişə yerində qalacaq. İmtahan zalına daxil olanda özünüzü Fagor teoremi kimi sarsılmaz və əmin hiss edin. Əgər hər hansı bir sual sizi çətinə salsa, unutmayın ki, hər bir mürəkkəb funksiyanın hökmən sadələşmiş forması mümkündür. Mən sizin hamınızın bu imtahandan maksimum nöqtə ilə çıxacağınıza inanıram, güvənirəm. Çünki siz sıfır deyil, hər hansı bir ədədin sıfırıncı dərəcəsisiniz. Yəni birsiniz, vahidsiniz. Uğurlar gələcəyin dahiləri. Qələminiz iti, diskriminantınız hər zaman sıfırdan böyük olsun.